Rusiya Həştərxanı necə işğal edib onu Astrxan elədi. Ümumiyyətlə Həştərxanda bir xanlıq var idi, Həştərxan xanlığı. Bu Həştərxan xanlığına ilk başda Krım xanlığı hücum eləyir. Bilirsiniz, türklər bir-birinə döyüşməyi sevir və bunun qabağını Osmanlı sultanı alır. Deyir ki, bunu belə şey eləməzlər. Oradakı da müsəlmanlardır. Və beləliklə Həştərxan xanlığı zəifləyir. Daha sonra Həştərxan xanlığına Noğayların yardımı ilə çıxan Yağmurçu xan Rusiyaya deyir ki, mən sənin üstünlüyünü tanıyıram, mənə toxunma. Amma daha sonra Rusiya Kazan xanlığına, yəni tatarların başqa xanlığına hücum edir. Bunu görür və anlayır ki, xeyr, ruslarla heç vaxt müqavilə bağlamaq olmaz. Çünki adamlar sözün üstündə durmurlar. Yəni Rus hökuməti bir növ sözün üstündə duran bir hökumət deyil. İnanmır onlara. Və Kazana hücum etdiklərinə görə Rusiyaya qarşı siyasət yürütməyə başlayır və deyir ki, mən bundan sonra sənə tabe olmayacağam. Buna cavab olaraq da Rusiya 20-30 minlik ordu ilə üzərinə gəlir. Təbii ki, Yağmurçu xanın ordusu onun qarşısında dura bilmir və yenilir. Daha sonra isə Sibir tərəfə qaçır, sonra qayıdır Azov qalasına ki, Osmanlıya sığınsın. Amma bacardığı qədər ordu toplayıb döyüşməyə çalışsa da hər dəfə məğlub edilir. Və düşünün, yəni bacardığı qədər bu adam çalışıb. Mən də onun haqqında ona görə video çəkirəm ki, belə şəxsiyyətləri biz tanıyaq. Bilək ki, bunlar həqiqətən vətən üçün savaşıblar. Havadan, sudan bu torpaqlar işğal edilməyib. Daha sonra nə baş verir? Noğayların bir qolu gəlir və döyüşdə Yağmurçu xanı əsir alıb öldürür.